Həmişə azadlıqda. Çok sağ ol. Çok sağ ol. Hamımızın gözü aydın. Çok sağ ol. Çok sağ ol. Çok sağ ol. Əvəz bəy, səhhətiniz indi necədir? Özünüzü necə hiss edirsiniz? Vallahi çok ağır bir diagnoz var. Çok ağır bir diagnoz var. Ağrılarım var, müəyyən yorğunluqlar olur, müəyyən halsızlıqlar olur. Yəqin ki, elə inşallah ilk prioritet işimiz sağlıqla, səhhətlə bağlı olacaq. Əvəz bəy, bir sual da verim, çox vaxtınızı almayın. Bu sizin səhhətinizlə bağlı müraciət edən hüquq müdafiəçiləri oldu, həmkarlarınız oldu. Onlarla bağlı nə demək istəyirsiniz? Hamısına təşəkkür edirəm. Hamısına. Azərbaycanda 7-dən 77-yə qədər həm hüquq müdafiəçilərinə, həm ictimai siyasi mühitə, həm vətəndaş cəmiyyətin üzvlərinə, hər kəsə çox böyük təşəkkürüm var. İnşallah mənim bu haqda fikirlərim olacaq. Oldu. Çox sağ olun. Sağ olun. Keçmiş olsun.